Bugünkü dərsdə biz birləşmə əmri ilə tanış olacağıq. Bu əmr рассылки, yəni mailings tabının начало слияния, birləşmənin başlanğıcı bölməsinin начать слияние komandasıdır. Burada 3 bucağı basırıq və buradan пошаговый мастер слияния, yəni birləşmə ustasını seçirik. Addım-addım birləşməni yerinə yetirəcəyik. İndi bu nə üçün lazımdır? Tutalım ki, sizin kompüter kurslarınız var və həmin kurslarda tələbələr müəyyən kompüter proqramlarını öyrənirlər. Məsəl üçün Word, Excel, Photoshop, CorelDRAW, Access, PowerPoint və s. və ilahir. Və kursları qutandan sonra siz həmin tələbələrə belə bir məktub göndərirsiniz. Və məktubla bir yerdə elektron sertifikatını göndərirsiniz. Və təklif edirsiniz ki, əgər istəyirsinizsə sertifikatın kağız variantını sifariş etsinlər. Tutalım ki, sizdə 3 dənə tələbə var. Əliyev İlqar, Vəliyev Salman, Abbasova Sevinç. Və bu 3 tələbəyə siz məktub göndərmək istəyirsiniz ki, onlar bu tarixdə göstərilən kursları qutarıblar. Deyə bilərsiniz ki, bunu başqa cür də eləmək olar. Yəni buraya lazım olan məlumatı yerləşdirib birinci tələbəyə göndərmək olar. Sonra onu kopya eləyib yenidən sənədin içində yerləşdirib adları dəyişib, tarixi dəyişib, kursu dəyişib ikinci tələbəyə göndərmək olar və eyni əməliyyatı üçüncü tələbəyə yerinə yetirmək olar. Və buna uzağı bir 10-15 dəqiqə vaxt gedəcək. Hər şey düzdür, amma ola bilsin ki, kompüter kursunda sizdə 3 yox, 50, 60, 80, yaxud 100 tələbə var və 100 tələbə üçün eyni əməliyyatı yerinə yetirmək üçün kifayət qədər vaxt aparacaq. Bunun üçün birləşmə əmrindən istifadə etmək olar. Gəl görək necə bu cədvəldə göstərən məlumatı, yəni tələbənin soyadı, adı, tarixi və kursu bu göstərilən məlumatların içinə yerləşdirmək olar, yəni dəyişmək olar. Və bu qara rəngdə olan yağlı məlumatı biz bu cədvəldə olan məlumatlarla əvəz edəcəyik. Gəl baxaq bunu necə eləmək olar. Keçirik рассылки, mailings tabına. Həmin komandanı buradan çağırırıq. Və burada aşağıda görürsünüz ki, 6 etap var. Yəni bir-bir bu etapları yerinə yetirəcəyik. Birinci etapda sistem sizdən soruşur. Hansı sənəddən istifadə edəcəksiniz? Əksər hallarda pisma, yəni məktublar istifadə olunur. Saxlayırıq, keçirik ikinci etapa. Sənədin açılması. Yenə də sistem soruşur. Bu sənəddən istifadə edəcəksiniz, yəni tekushi dokument, aktiv olan sənəddən, yoxsa şablondan, yaxud da hansısa başqa sənəddən. Hal-hazırda aktiv sənəddən istifadə edəcəyik. Yəni tekushi dokumenti yerində saxlayırıq. Keçir üçüncü etapa. Üçüncü etapda sistem soruşur ki, tələbələri hansı siyahıdan seçəcəksiniz? Siyahı hazırdır, yoxsa Outlook'da var onların kontaktları, yoxsa ki siyahını yaradacaqsınız. Outlook'u buraxırıq, çünki hər adamda Outlook yoxdur. Optimal variant, artıq siyahımız hazırdır, istifadə eləmək olar yaranmış siyahıdan. Amma gəliz
Создание spiska əmrini seçək, yəni siyahını yarat. Çünki bilirsiniz ki, o siyahı necə yaranır. Seçirik bu əmri və o saat belə bir pəncərə açılır. Vesti spisk, yəni siyahını daxil elə. Və burada basırıq sazdat, yəni yarat. Belə bir pəncərə açılır. Və bu pəncərədə belə bir sütunlar var. Bu sütunlardan bizə yalnız ikisi yararlıdır. İmə və familiya, yəni ad və soyad. Başqalar bizə lazım deyil. Ona görə sütunları dəyişmək lazımdır. Basırıq Nastroyka Stolpcov ki, sütunların adlarını dəyişək, yaxud yox eləyək. Belə bir pəncərə açılır. Birinci xana обращениyadır. Yəni ki, tələbəyə məktub göndərəndə necə müraciət edəcəksiniz? Cənab, yaxud abi, yaxud müəllim. Bizə bu lazım deyil. Yox eləyirik. Udalit komandasını seçirik və yox eləyirik. İkinci xana bizə lazımdır. İmə, yəni ad. Və üçüncü xana bizə lazımdır. Familiya, yəni soyad. Amma bizə görürsünüz, birinci soyad gəlir, sonra ad gəlir. Bu xanaların yerini dəyişmək olar. Ya familiyanı seçirik yuxarı, yaxud imyanı seçirik aşağı. Bax belə. Sonra bizə lazımdır tarix və kurs. Bu xananın adını dəyişirik. Переименовать. Və burada yığırıq. Tarix. Okey. Və gördünüz, dəyişdi tarix. Keçirik bu xanaya. Bizə kurs lazımdır. Adını dəyişirik. Okey. Bu xanalar bizə lazım deyil. Saxlaya bilərsiniz, yəni boş xana kimi. Amma mən yox eləyəcəyim. Seçdik. Yox elədik. İndi bu iki xananın da adlarını dəyişək. Familiyanı eləyək. Soyad. İmyanı eləyək. Ad. Hər şey hazırdır. Okey. Burada da hazırdır. Okey. Və indi bu cədvəldə olan məlumatı daxil edək. Soyad Əliyev. İlqar. 31 01 2025. Kursun adı Word. İndi ikinci sətr bizə lazımdır. Buradan basırıq sazda zapis, yəni yeni sətr yarat. Burada yığırıq Vəliyev, Salman, tarix 03 02 2025. Bunu kopyalayayım ikinci dəfə yığmamaq üçün. Və kurs Excel. Bir dənə də xana sətr yaradırıq. Abbasova, Sevinç, on beş 02 Photoshop. Okey, hər şey hazırdır. Okey düyməsini basırıq. Və sistem soruşur ki, bu ünvanları hansı adla saxlayacaqsınız? Sual ki, yığaq tələbə. Belə. Yaddaşda saxlayırıq, saxlanıyıq.
Sistem sizə göstərir ki, belə bir siyahı alınıb, hər şey düzdür yoxsa yox, hər şey düzdür. Okey. Keçirik növbəti etapa. Məktubun yaradılması 4-cü etapdır və burada bu cədvəldə olan, yaxud belə deyək, yaratdığımız cədvəldə olan məlumatı bu məktubun içinə yerləşdirəcəyik. Nə edirik? Birinci soyad. Soyadı seçirik. Klikləyirik üstündə muşqanın sol düyməsini. Buradan seçirik drugi elementi, yəni başqa elementlər. Basırıq və soyadı seçib vstavit, yəni sənədin içinə yerləşdir. Burada bir şey fikir verirsiniz. Və görürsünüz, burada klikləyəndə bu iki sözün arasında boş yer ləğv olunur. Görürsünüz, biraz çoxdur seçim. Belə eləyəndə fikir verir, görürsünüz, boş yeri götürür. Ona görə əməliyyatı yerinə yetirəndən sonra bir dənə boş yer saxlayırsınız. Yəni probel düyməsini klaviaturdan basırsınız belə. Keçirik ada. Seçdik. Yenə də bu elementi seçirik və buradan adı seçirik. Yerləşdir. Qoyduq. Keçirik tarixə. Və buradan tarixi seçirik. Və gelirik kursun adı. Yenə əməliyyat təkrarlayırıq. Kursu seçirik. Və belə. Hər şeyi seçdik. Və keçirik 5-ci etapa. Prosmotr pism, yəni məktuba bax. Bax, sizə göstərir ki, görürsünüz, Əliyev İlqar 31.01.2025-ci il tarixində Word kursunu bitirib. Görürsünüz, Word 31.05 Əliyev İlqar. Əgər ikinci adama baxmaq istəyirsə, Vəliyev Salmana, burada bu işarəni basırsınız və görürsünüz, Vəliyev Salman. Üçüncüyə baxmaq istəyirsiniz, Abbasova Sevinç. Əgər hansısa bir tələbəni buradan ləğv eləmək istəyirsinizsə, yəni ləğv eləmək, yəni sistem onu göstərməsin, isключить получателя, yəni istəniləni buradan seçirsiniz, tutalım ikinci adamı, Vəliyev Salmanı və basırsınız isключить получателя, yəni tələbəni ləğv elə siyahıdan. Hər şey düzdürsə, indi yəni deyirəm, bu cədvələ fikir verməyiz. Bu cədvəl ümumiyyətlə burada olmamalıdır. Sadəcə olaraq bu cədvəli saxladım ki, baxasınız ki, hansı məlumatı cədvəli yaratmaq üçün daxil etmək lazımdır. Hər şey düzdürsə, keçir axırıncı etapa. Zaverşeni sliyani, yəni birləşmənin sonu. Keçdik bura və sistem soruşur, nə etmək istəyirsiniz? Bu məlumatını çap eləmək, onda basırsınız peçət əmrini. Yox, əgər yaddaşda saxlamaq istəyirsinizsə, onda basırsınız izmini kəs pism. Yəni, məktubun bir hissəsini dəyiş və yaddaşda saxla. Basırsınız. Sistem soruşur, bütün məlumatı saxlamaq istəyirsiniz, yoxsa aktiv yazını bizdə burası Vəliyevə Salmandır. Yəni, belə seçsək, Vəliyev Salman gedəcək yaddaşa, yoxsa ki, konkret. Məsələn, bizdə burada 3 nəfər var. Bizə lazımdır birinci, ikinci yazılar. Tamam ki, Əliyev İlqarla Vəliyev Salman. Onda burada yığırsınız 1, 2. Abbasova Sevinç siyahıya düşməyəcək. Yəni yaddaşa düşməyəcək. Bizə lazımdır hamısı. Yəni vse. Seçdiniz. Okey. Və fikir verirsiniz. Birinci səhifədə Əliyev İlqara gedən məktubdur. İkinci səhifədə Vəliyev Salmana. Üçüncü səhifədə Abbasova Sevincə. Yenə də deyirəm, bu cədvələ fikir verməyiz. Bu cədvəl burada olmamalıdır. Yəni istəsəz, yəni cədvələ buradan seçirsiniz, yox eləyirsiniz.
Yəni bunu da eləmək olar. Bu düyməni basırsınız, sənədi göndərirsiniz yaddaşa. Və bununla birləşmə əməliyyatı sona çatır. Gələn dərsdə bu mövzunu davam edəcəyik. Bugünə bu qədər. Təşəkkürlər.